Salam dostlar, hamınızı xoş gördük. Dərslərimiz davam edir. Deməli, keçən dərslərdə biz qeyd elədik ki, ümumi məfhum o məfhuma deyilir ki, onun birdən çox predmeti var. İndi bu predmet ya realda mövcuddur, ya da biz bunu fərz edə bilərik. Əsas odur ki, onun mövcudluğu fərz olaraq da mümkün olsun. Müəllif burada bir mövzu açır. O mövzu budur ki, biz kulli məfhumlara, yəni ümumi məfhumlara predmetləri etibarilə nəzər salsaq, bu predmetlər arasında yəni o predmetlərlə o məfhum arasındakı nisbət necə olur? Məsələn, sadə bir misal verim burada. Baxın, biri var insan məfhumu. Bu insan məfhumunun fərdləri var, predmetləri var. Zeyd, Bəkir, Əmir. Bu ümumi məfhum olan insan məfhumunun predmetləridir. Bir də var canlılıq, həyat məfhumu. Biz bu canlılığı ki ümumi məfhumdur, bunu insanın fərdlərinə Zeyd və Bəkir və Əmrə nisbət verəndə görürük ki, bu ümumi məfhum olan canlılıq insanın fərdləri olan Zeyd, Bəkir, Əmrin hamısına eyni dərəcədə şamil olur. Yəni Zeyd də canlıdır, Bəkir də canlıdır, Əmir də canlıdır və bu canlılıqlar arasında heç bir fərq yoxdur. Yəni biz deyə bilmərik ki, Zeydin canlılığı Bəkirin canlılığından daha çoxdur və ya daha azdır. Lakin elə məfhumlar var ki, biz onları hansısa bir ümumi məfhumun fərdlərinə nisbət verəndə görürük ki, burada fərq yaranır. Məsələn, alimlik. Zeyd də alimdir, Bəkir də alimdir, Əmir də alimdir. Amma bunların elmi, alimliyi hamısında eyni deyil. Birinin elmi daha çoxdur, birində daha azdır. Birinin elm, məsələn, əldə etmə mənbələri fərqlidir. Məsələn, ancaq rasional dəlillərə istinad edir, digəri təcrübi dəlillərə istinad edir, bəziləri vəhyə istinad edir və s. və ilaxır. Deməli, əgər biz görsək ki, hansısa bir ümumi məfhumun fərdlərinə nisbət verilən başqa bir ümumi anlayış hamısına eyni dərəcədə keçərlidirsə, heç bir fərq yoxdursa, buna əl-kulliyul mütəvati deyilir. Yəni, tam uyğun ümumi məfhum. Yox, əgər hansısa bir məfhumu digər bir məfhumun fərdlərinə nisbət verəndə dərəcə fərqi yaranırsa, nisbilik yaranırsa, buna deyilir əl-kulliyul müşəkkək, yəni dərəcəli ümumi anlayış. Bu, yəqin ki, aydın oldu. Digər bir mövzu kull və kulli arasında fərq qoymaqdır. Deməli, dostlar, kulli məfhumu aydındır, ümumi məfhum. Bir də var kull. Kull yəni bütün. Bütün nə deməkdir? Bütün o deməkdir ki, hissələr birləşir, bir bütünü meydana gətirir. Məsələn, maşın. Maşın bir bütündür. O bütünü meydana gətirən hissələr var. Onun təkəri var, onun rulu var, qazı var, nə bilim, pedalı var, sonra bagajı var və s. Aydındır. Baxın, bu maşın bütündür və onun meydana gətirən hissələr var. Burada maşın anlayışını nəzərdə tutmuruq, ha dostlar. Bax, bunu qarışdırmayaq zəhmət olmasa. Bir var maşın anlayışı. Maşın anlayışı elə insan anlayışı kimi ümumi məfhumdur. Çünki maşının xarici aləmdə çoxlu növləri var. Bir də var maşının özü, hansı ki onu meydana gətirən hissələr var. Burada bütün deyəndə o maşının özünü nəzərdə tuturuq, nəinki maşının anlayışını. Deməli, maşın özü, yəni bütün, bir də var insan, ümumi anlayış. Bu ikisi arasındakı fərq nədir? Müəllif burada bir fərq qeyd edib. Mən o fərqi qeyd eləmək istəmirəm. Çünki ola bilər o müəllifin qeyd elədiyi tam dəqiq olmasın. Mən başqa bir fərqi qeyd etmək istəyirəm. Deməli, ümumi anlayış, məsələn, insan kimi. O anlayışı biz o məfhumun bütün fərdlərinə eyni dərəcədə nisbət verə bilərik. Məsələn, deyirik, Zeyd insandır, Bəkir insandır, Əmr insandır. Görürsünüz, bu anlayışı öz fərdlərinin hamısına nisbət verə bildik eyni dərəcədə. Amma bütün elə bir şeydir ki, biz onu meydana gətirən hissələrə, parçalara nisbət verə bilmirik. Yəni, deyə bilmərik ki, maşın, məsələn, təkərdir. Maşın ruldur. Maşın, nə bilim, güzgüdür, qapıdır, deyə bilmirik. Niyə? Çünki maşın onların hamısının birləşməsində meydana gələn bir bütündür, bir həqiqətdir. Ayrı-ayrılıqda onların heç birinə biz maşın demirik. Aydındır, bu bir sadə bir fərq idi. Başqa fərqlər də qeyd olunub kitablarda, amma bu bir dənə fərqi bilmək məncə kifayət eləyir. Digər bir məsələ müəllif burada qeyd edib, o da ümumi məfhumlar arasındakı nisbət. Müəllif deyir ki, baxın, burada 4 nisbət qeyd edib. Birinci nisbət təbayündür, kəsişməzlik, uyuşmazlıq, tam uyuşmazlıq. Məsələn, bir ləfz, bir söz, başqa bir sözə, bir məfhum, başqa bir məfhuma bunlar arasında heç bir uyğunluq yoxdursa, tamamilə bir-birinə aidiyyəti yoxdursa bunların, buna deyirlər təbayün. Biri digərindən tamamilə fərqlənir. Biri ilə digəri arasında heç bir bağlılıq,
uyğunluq, ortaq cəhət, yön yoxdur. Məsələn, müəllif burada müsəlman və xristian nümunəsini qeyd edib. Müsəlman bir məfhumdur, onun xarici fərdləri var, predmetləri var. Məsihi, xristian tamam fərqli bir anlayışdır. Onun da tamam fərqli nümunələri, fərdləri var. Bu iki məfhumun predmetləri heç vaxt bir araya gələ bilmir. Yəni, nə mənada bir araya gələ bilmir? Yəni, bunlar arasında heç bir oxşar, uyğun cəhət yoxdur. Yəni, İslam, müsəlman, İslamı qəbul edən müsəlmançılıqla xristianlığı qəbul edən xristian arasında ortaq bir yön yoxdur. Yəni, sırf müsəlmançılıq və xristianlıq cəhətdən deyirəm. Nəinki din cəhətdən. Əlbəttə, ikisi də dini qəbul edirlər və ya ikisi də insandırlar. Baxın, o yönləri nəzərə almıram. Müsəlmançılıq sırf İslam və sırf xristianlıq burada nəzərdə tutulur. Sırf müsəlmançılıq və sırf xristianlıq arasında oxşar bir yön olmadığı üçün bunlar nədir? Artıq tam uyuşmaz iki məfhum hesab olunurlar. Və məsələn, iki fərqli bir zid anlayışı burada qeyd edə bilərsiniz. İsti və soyuq tutalım. Bunlar təbayün edilə bilmirlər. Heç vaxt bunlar məsələn oxşar yönləri yoxdur, oxşar cəhətləri yoxdur. Biri istidir, biri soyuqdur. Bir-birindən tamam fərqli iki anlayışdır. Sonra ikinci təsavi, yəni bərabər. Məsələn, bir məfhumdan iki məfhumun biz predmetlərinə baxanda əgər görsək ki, bunlar tamamilə bir-birindən uyğundursa, bir məfhumun predmetləri digər məfhumun predmetlərinə şamildirsə və əksi də o cür, onun da predmetləri bu birisinin predmetlərinə şamildirsə, burada təsavi, yəni bərabərlik yaranır. Məsələn, burada müəllif insan və gülən misalını verib. Məncə bu dəqiq misal deyil. Çünki gülməklik o zaman dəqiq misal olar ki, gülən. Biz gülməkliyi ancaq insana məxsus edək. Ancaq deyək, insan üçün bu keçərlidir. Amma desək ki, xeyr, heyvanlar da gülə bilir, bəzi heyvanlar, o zaman bu misal dəqiq olmaya bilər. Bəşər və insan nümunəsi məncə daha dəqiq nümunədir. Bəşər elə bir məfhumdur ki, onun bütün nümunələrinə biz insan deyə bilirik və insan da elə bir məfhumdur ki, onun bütün nümunələrinə biz bəşər deyə bilirik. Deməli, bu iki məfhumun bütün nümunələri eynidir. Arada hansısa bir fərq yoxdur. Ona görə bu təsavi, mütəsavi, yəni uyğun məfhumlar, anlayışlardır. Bəzi anlayışlar var ki, bunlar arasındakı nisbət buna deyirlər ümumxüsus mütləq. Yəni nə? Yəni iki sözü müqayisə edin, iki anlayışı, məfhumu müqayisə edin. Bir anlayış digərindən daha ümumidirsə, belə ki, birinci məfhumun predmetləri ikinci məfhumdan daha genişdir və ikinci məfhumun bütün predmetlərini əhatə edir. Amma ikinci məfhumun predmetləri birinci məfhumun predmetlərinin hamısını əhatə eləyə bilmir. Məsələn, buna deməli nisbət verir. Məsələn, valyuta, burada müəllif də bunu qeyd edir, valyuta və dinar. Baxın, valyuta ümumi bir anlayışdır, düzdür? Bütün dünyada mövcud olan valyutaları ehtiva edir ki, bunların içərisində dinar da var. Deməli, valyuta dinar da ehtiva edir. Amma dinar onun fərdləri, valyutanın bütün fərdlərini ehtiva eləmir. O ancaq özünə aid olan fərdləri və predmetləri ehtiva edir. Deməli, valyuta və dinar arasında olan nisbət ümumxüsus mütləqdir. Yəni nə deməkdir? Yəni valyuta daha geniş əhatədə predmetlərə sahibdir ki, ora ikinci məfhum olan, ikinci anlayış olan dinarın da predmetləri daxildir. Amma dinarın predmetləri valyutanın bütün predmetlərini ehtiva etmir. Və sonuncu əlaqə, nisbət ümumxüsus minvəçdir. Ümumxüsus minvəç nə deməkdir və ümumxüsus vəçhi? O da budur ki, iki məfhum hər biri digərindən bir cəhətdən fərqlənir. Biri digərindən bir cəhətdən fərqlənir. Məsələn, müsəlman və ərəb. Baxın, müsəlman məfhumu elə bir predmetlərə sahibdir ki, o həm müsəlmanlara şamildir, o heç, həm də ərəb məfhumunun bəzi predmetlərinə şamildir. Çünki bəzi ərəblər müsəlmandırlar. Deməli, müsəlman predmetinin içərisində ərəb məfhumunun predmetləri də yerləşir. Amma ərəb məfhumunun hamısını, burada predmetin hamısını ehtiva etmir. Digər cəhətdən də ərəb məfhumu elə bir anlayışdır ki, o müsəlman məfhumunun da bəzi predmetlərini ehtiva edir. Niyə? Çünki bəzi müsəlmanlar ərəbdir. Deməli, burada bu nisbətin o birisindən fərqi nədir dostlar? O birisində biri digərindən əhatə dairəsi daha geniş idi. Yəni, A tutalım məfhumunun predmetləri həm B məfhumunun predmetlərinə şamil idi, həm də digər məfhumların predmetinə şamil idi. Amma əksi doğru deyildi. Burada isə belədir ki, A, B-dən bir cəhətdən çoxdur,
B də A-dan başqa bir cəhətdən çoxdur. Müsəlman və ərəb bu cəhətdən deyirəm. Müsəlman həm müsəlmanın öz predmetləri var, o heç, həm də ərəbin predmetlərinin bəzilərinə şamildir. Niyə? Çünki bəzi ərəblər də müsəlmandır. Bu cəhətdən müsəlman ərəb məfhumundan daha geniş məfhumdur. Amma əksi də belədir ki, ərəb məfhumu da başqa bir cəhətdən müsəlman məfhumundan daha genişdir. Niyə? Çünki ərəblərin içərisində müsəlmanlar var, qeyri-müsəlmanlar var. Bu cəhətdən ərəb məfhumu daha genişdir. Amma müsəlmanların bir qismi də ərəb olduğu üçün, deməli ərəb məfhumu o müsəlman məfhumunun predmetlərinin bir hissəsini ehtiva edir. Bu da ünvuqsuz vəch və ünvuqsuz vəchi. Ümid edirəm aydın oldu. Əgər dostlar nəsə aydın olmasa, qaranlıq qalsa, zəhmət olmasa rəy bölümündə yazarsınız. Mən əlavə izah verərəm. Bu günlük bu qədər.